4 nömrəli ümumi sınaq. Baxaq görək vəziyyət nə yerdədir, nə kimi suallar var. Bu dəfə daha biraz keçən dəfəyə baxanda tələbələr deyir ki, çətin olubdu. Məncə amma çox çətin deyil. Normal ev tapşırığı işləyən tələbə üçün bu sınaq normal bir sınaq sayılır. Çünki hamısını biz keçmişik zamanında. İzaha başlayıram. Birinci sual dövlət qulluğu qəbul suallarından biridir. File Explorer proqramının ünvan sətri harada ora? File Explorer buradır. Onun ünvan sətri də buradır. Əgər biz bura hər şeyi silib C qoşa nöqtə slash yazsaq, enter çıxsaq nə baş verər? Təbii ki, C diskinin məzmununu bizə göstərəcək. C diskində nə varsa onu göstərəcək. Deməli, belə çıxır ki, cavab nədir? C diskinin məzmunu açılacaq. Biraz məntiqi sualdır. Heç yerdə yazılmayıb. Biraz bir diqqətlə tapmaq olar. Keçdik ikinci suala. Kontekst menyunun format cells əmrinin köməkliyi ilə söhbət nədən gedir? Excel-dən gedir. Hansı əməliyyatı yerinə yetirmək olmaz? Yeri gəlmişkən format sesini necə açmaq olurdu? Ctrl plus 1 rəqəmi ilə. İndi Excel açıram, əyanı göstərim. Excel açılana qədər mən sizə məlumat verim ki, bu sualın düzgün cavabı nədir? Düzgün cavabı Y variantıdır. Xanaya düstur daxil etmək. Düstur hər şey formula stentabındadır və yaxud da əllə bunu həyata keçirə bilərik. Amma format sesdə belə şey yoxdur. Əksinə əlavə edilmiş düsturu gizlətmək var. Excel niyə açılmadı? Açılsın. Aha. Excel açıldı və biz hal-hazırda format siyasının dialoq pəncərəsini açmışıq. Buradan nələri etmək olar? Number bölməsindən xana formatlarını dəyişmək olar. Alignment-dən xana içərisində mətnin şaquli və üfüqi düzləndirilməsi məqamıdır. Bir xanada birinci sətirdə yazmaq, shift to fit məzmunu xanaya sığışacaq qədər kiçiltmək, merge birləşdirməkdir. Fontdan nə etmək olar? Şriftin ölçüsü ilə və şriftin özü ilə bağlı olan məqamlardır. Borderdən xananın sərhəd xətləri və sərhədinin rəngi. Fildən xananın fonunu dəyişmək, yəni içinin rəngini dəyişmək. Protectiondan da ya xananı bloklamaq ki, digər şəxslər düzəliş edə bilməsin, ya da hidden əmri ilə xanada olan düsturu gizlətmək. Bunlar son dediyim şeylər nə üçündür? Lokal şəbəkə istifadəçiləri üçün. Yəni bu özümüz üçün əlbəttə ki, bunu gizlədə bilməyik. Davam edirik. Enerjiden asılı olan daxili yaddaşlar. Bilirsiniz ki, daxili yaddaşlar 6 dənədir. Onların 4-ü elektrik enerjiden asılıdır. Hansılardır? Əməli yaddaş, video yaddaş, keş yaddaş. Axırıncı hansıydı? 4-cü və elektrik enerjisindən asılı olan yaddaş. Kim bilir onu? Məlumat olan var? Kim deyə bilər? Daxili yaddaşdır, amma elektrik enerjisindən asılıdır. Fidan deyə bilərsiniz? Ya da Teymur? Yox. Registr yaddaşdır. Yaddan çıxartmayın. Dördüncü sual. Hansı əməliyyat word prosessoru ilə həyata keçirmək olmaz? Əlifba göstəricisi nə deməkdir? Baxın, bu çox maraqlı bir cümlədir, maraqlı bir sualdır. Yenə də Dövlət İmtahan Mərkəzinin baza suallarından biridir. Mən yenə Excel-ə girdim, Word-ə girmək lazım idi. Keçək Word-ə. Aha. Əlifba göstəricisi, bax budur. Referens lentabının içərisində burada bir bölmə var. Biblioqrafiya. Bu əlifba göstəricisinin əlavə olunmasıdır. Yəni mümkündür bunu eləmək. Bir saniyə. Hə. Davam eləyək. Başqa variantlara baxaq. Mətnin formatlaşdırılması mümkündür. Nədir mətnin formatlaşdırılması? Homeland tabının fontunda və paragrafında edə bildiyimiz hər şey. Mündəricat yenə referens tabındandır. Həyata keçirmək olar. Gördüyünüz kimi. Table of Content bu əmrin adıdır. Bax, konsolidasiya isə yoxdur. Konsolidasiya nə deməkdir? Biz onu Excel-də keçmişdik. Demişdik konsolidasiya data tabının içərisindən həyata keçirilir. Və təyinatı nədir? Ayrı-ayrı diapazonlarda olan məlumatların üzərində hesab əməliyyatları aparmaq. Bu konsolidasiyadır. Ancaq Excel üçün keçərlidir. Deməli, belə çıxır ki, düzgün cavabımız
D variantıdır. Mətn qutularının yerləşdirilməsi də yenə də həmişə kimi mövcuddur. Insert lent tabının müvafiq əmri ilə. Hansı müvafiq əmri ilə? Bax, bu text box əmrindən söhbət gedir. Keçirik 5 nömrəli sualımıza. 5-ci sual maraqlı suallardan biridir. Ümumiyyətlə, bu tipli sualların qəbula düşmə ehtimalı var, çoxdur. Biz artıq bu tipdən çox işləmişik əslində. İndi sual kəsirəm. Dəfələrlə bu tipdən suallar görmüşük. Yenə də izah edirəm sizin üçün. Kim əgər səhv eləyibsə, o səhvini düzəltsin. Birinci növbədə biz bilməliyik ki, A2 S2 diapazonunda hansı xanalar var? Diapazon ardıcıllıqla belə gedir də. A2 S2-də birinci A2 xanası gəlir. Sonra B2, sonra S2. Bu ardıcıllıq həyati əhəmiyyət bizim üçün kəsb edir. Niyə görə? Çünki biz bilirik ki, Excel-də diaqram qurularkən saat əqrəbi istiqamətində qurulur və bax bu nöqtədən başlayır. Ardıcılığı da belə yazırıq da biz necə tapmışdıq? A2, B2 və S2. Hələ heç bir hesablama aparmamışdan biz baxırıq, bilirik ki, şəklə görə A2 və B2 S2-nin yarısına bərabərdir. S2 də A2 ilə B2-nin hər ikisinə ayrılıqda 2 qatına bərabərdir. Bir baxın. S1 xanası x-dir. Bilmirik. S1 xanası x olduğu üçün biz B2 xanasını hesablaya bilmirik. Amma A2-ni və yaxud da S2-ni hesablaya bilirik. A2-dən başlayaq. Elə A2-ni hesablasaq çox şey bilərik. A2 bərabərdir B1, yəni neçə? 4 plus A1 bölü 2, yəni 2 bölü 2. 4 plus 1. Neçə verir? 5. Biz demişdik ki, A2 xanası B2 xanasına bərabərdir və bunların ikisinin də cəmi S2-dir. Deməli, belə çıxır ki, A2 əgər 5-dirsə, deməli B2 də 5-dir, S2 də 10-dur. Düzdür? Burada S2 bizim çox işimizə yaramır, lazım deyil bizə. Bizə lazım olan S1 xanasını tapmaqdır. Onun üçün də B2-dən yola çıxacağıq. Və bu gördüyünüz xananın qiymətinin 5-ə bərabər olduğunu bilirik. Yazırıq 5 bərabərdir. S1 vur 3. S1 yoxdur axı x-dir. 3 vur x. Çıx B1, yəni 4. Və salam 3x bərabərdir 9, x bərabərdir 3. Sən deməli S1-in qiyməti 3 imiş. Yəni cavab B variantı. Keçirik növbəti sualımıza. Hesablama dəqiqliyi nədir? Biz demişdik orada əsas mərtəbə məsələsidir. Ədədlərin təsviri və hesablaması zamanı istifadə olunan ədədlərin mərtəbələrinin sayı. Biri olacaq B variantı. İş etibarlılığı, kompüterin öz xassələrini saxlama qabiliyyəti, D variantı. Əmr sistemi də yerinə yetirdiyi əmrlərin, əmirdəki əməliyyatların, yəni operantların sayı. Bu da olur Y variantı. 1D, 2B, 3Y. A variantı belə bir ifadə ümumiyyətlə yoxdur. C variantı isə əlbəttə ki, yaddaşın tutumu, yaddaşın həcmi anlamına gəlir. 7-ci sual. Gözəl suallardan biridir. Seyvəz pəncərəsindən nəyi etmək olar? Seyvəz bilirsiniz F12 düyməsi iləndir və burada məsələn Word sənədini PDF kimi saxlamaq olar və başqa genişləndirmələrdə də saxlamaq olar. Bu tələbələrə biraz belə çaşqınlıq yaradır. Deyir ki, olursa niyə görə bir səhvdir? Burada qeyd olunub ki, eyni zamanda mən həm PDF, həm də Word kimi saxlaya bilmirəm axı. Yəni eyni zamanda həm PDF, həm tutaq ki, XPS, həm də digər bir TXT genişlənməsi saxlaya bilmirəm. Mən bir dəfə PDF kimi saxlayıram, sonra qayıdıram, bir dəfə də TXT kimi və s. Deməli, əgər burada eyni zamanda sözü varsa, bu ifadə səhvdir. Eləcə də 4 nömrə. Bu da səhvdir. Həm C, həm D diskində yadda saxlamaq və yaxud həm PDF, həm XPS kimi eyni zamanda saxlamaq olmaz. 1 ilə 4 səhvdir. E-posta göndərməkdə seyvəz pəncərəsindən deyil, share bölməsindən həyata keçirilir. Paylaş bölməsindən. 3 düzdür, başqa adla saxlamaq, başqa yaddaş qurusuna saxlamaq və yaxud PDF kimi saxlamaq. 3, 5, 6, 7. Deyir ki, neçəsini, yəni 4 dənəsini. A variantı düzgün cavab variantıdır. 1 ilə 4-ü bildiyi niyə səhvdir? Eyni zamanda olmaz. Ayrı-ayrı vaxtlarda eləmək olar.
8-ci sual, yenə dilin qəbul suallarından biridir. Qlobal şəbəkə aiddir. Server nə deməkdir? İdarə edici qurğudur, düzdür? İnternetdəki verilənlərə daxil olma imkanı yaradan xüsusi kompüter. Biri olacaq Y variantı. Ya da proqram ola bilər. 2. Veb səhifə. Veb səhifə nə ilə qurtarır? HTML genişləməsinə, düzdür? Ən azı bir hiperlinkə malik olan sənəd. D variantı. Web browser dəfələrlə qəbula düşür. Veb səhifələrə baxış proqram. Bu da bu form. Davam edirik. 1-yə, 2-də, 3B. A variantı. Digər variantlara baxsaq niyə görə olmadı? Veb səhifələrinin təşkil dili bu HTML-dir, belə HTML-lı yazılır bu formada. Bir də nə oldu? C variantı, lokal şəbəkələrlə əlaqələnən xüsusi vasitə. Bu da şlüzdür. Şlüz. Dən qabağınıza çıxar, biləsiniz. Şlüz. 9-cu sual. Baxın, çox maraqlı detaldır. Semantika, bir də sintaksis deyilən ifadə var. Əgər ki, semantika ifadəsini görsəz, bilin ki, bu tətbiqi səviyyədir. Semantika nə deməkdir? Yəni, verilənlərin tam şəkildə ümumi formata gətirilməsidir. Bu, OSI modelinin tətbiqi səviyyəsidir. Amma sintaksis görsən, nümayişdir. İdarə etmə görsən və yaxud da orada önəmli başqa bir söz var idi. Nəqliyyat, transportda idarə etmə əsasən. Şəbəkədə marşrut sözüdür. Fizikdə nədir? Fiziki səviyyə əlbəttə ki, bitlər ardıcıllığı sözü sənə əsas deyir. İndi bu məsələ həmişə problem yaradır deyənə mən lokal şəbəkədən həmin o səhifəni sizin üçün açıram. Diqqətli olun. Kim əgər yaddan çıxardıbsa, o şeyə diqqət edəsin. Açılsın lokal şəbəkə və baxın. Açdıq PDF-imizi və baxın. Gördüyünüz kimi burada qeyd eləmişim. Semantika varsa tətbiqidir, sintaksis varsa nümayişdir, dialoq varsa seansdır, nəzarət varsa nəqliyyatdır və s. 10-cu sual. 30 səhifəli sənəd. Lap yaxşı. Çıxası səhifələri buradan özümüz üçün aydınlaşdıraq. 1-dən 6-ya kimi 6 səhifə. 9-dan 12-yə kimi 4 səhifə. 20-dən 26-ya kimi 7 səhifə. Bir dənə də 29 1 səhifə. Oldu 18 səhifə. 18-i bölməliyik 4-ə. Bilizə nəyə görə? Çünki ikinci mərhələ buradır və 4-4 bölürük. 18-i 4-4 bölsən 5 səhifə lazım olacaq sənə. 5-i böləcəksən hər iki tərəfinə dediyi üçün 2-yə, alacaqsan 2,5, götürəcəksən 3. 3-ü də vurasan sonra da kopya sayını. 3 dəfə 5, 15. Cavab C variantı. 11-ci sual şifahi sualdır. Kursordan sənədin əvvəlinə qədər seçmək. Bax, əgər keçmək desə cavab B-dir, seçmək dediyi üçün Ctrl-Shift-10 düzgün cavab variantı. Digər variantlara baxsaqsa Home sətrin əvvəlinə keçmək üçündür, Shift-10 sətrin əvvəlinə qədər seçmək üçündür, Alt-Home da belə kombinasiya ümumiyyətlə yoxdur. 12-ci sual. Left soldan ayır yaz deməkdir. A4 xanasını, yəni bu xananı count qədər, nə qədər? A1 C3-ü count eləyəndə 1, 2 dənə dəyər çıxır. Bir dənə də 7-ni qatdın ora, oldu 3 dənə dəyər. Deməli, belə çıxır ki, A4 xanasını soldan 3 simvol ayırmaq lazımdır. Yəni, count'un cavabı 3 olduğu üçün soldan 3 simvol ayırdır. Oldu inf. A variantı. 13-cü sualdan davam edirik. Win-Home kombinasiyası, deməli, Windows əməliyyat sistemində IRO-Shake funksiyasına aiddir və nə üçündür? Bir cari pəncərə qalmaq şərti ilə digər pəncərələrin taskbarı yığılması üçündür. Cavab C variantı. 12 səhifəli sənədin 6-cı səhifəsindəyəm. Üstə 8 yazsam normalda hara getməliyəm? 14-ə, düzdür? Amma səhifə sayımız 12 olduğu üçün limiti aşa bilmirik və cavabımız olur yenə 12 A variantı. Şablon faylın genişlənməsi. Excel-də susmaya görə genişlənmə XLSX-dir, bu qarışdırılan ən böyük məqamdır. Amma şablon XLT yaxud XLTX-dir. XLT 2003-cü ilə qədər, XLTX isə daha müasir dövrü göstərir.
Qoltuğa yerləşən hər hansı bir fayl seçilərsə, şəkildəki əmrlərdən hansı deaktiv olar? Fayla aid olmayan, yalnız qovluğa aid olan hansı əmrlər var idi? Pin to quick access, including library, bir də pin to start. Düzdür? Bunların üçündən biri buradadır. Pin to quick access. Deməli, fayl seçilərsə, həmin pin to quick access əmri passiv olar. Çünki yalnız qovluq üçün keçərlidir. Qalan əmrlər hamısı fayl üçün. Problem yoxdur. Seçilmiş sözün sinonimlərinin tapılması hansı tabdandır? Review tabındandır. Kombinasiyası Shift F7-dir. Əmrin adı nədir? Thesaurus. Thesaurus həmin əmrin adıdır. Bax, burada görürsünüz. 18 ana plata üzərində olan qurğuları seçin. Arxasında kartı yazılan hər şey ana plata üstündədir. Səs kartıdır, video kartdır, sonra şəbəkə kartıdır. Belə. 1, 3, 6 və 7. Qalanları qida bloku, sistem blokunun içində olsa da ana platada yerləşmir. Plotter ilə flop 1 isə ayrı bir qurğudur. Heç sistem blokunun aidiyyətləri də yoxdur. 1, 3, 6, 7 cavabımızdır. Yəni A variantı. Yazıb ki, Ctrl-A düyməsi ilə bütün abzasları seçmişimsə, ixtiyari iki abzas arasında məsafə neçə punktdur? Bax, bilirsiniz ki, bu abzaslar arası məsafə buradır da. Biz bunu keçmişik, düzdür? Deməli, biz baxırıq ki, abzaslar arası məsafə nə qədər ola bilər? Before, after'dır da, 12, 6-dır, düzdür? İki abzas arası məsafə deyirsə, bu 12-dən 6-nı çıxa da bilərsən, yaxud elə aşağıdakı 6-nı da götürə bilərsən. Deməli, cavabımız nə olacaq? B variantı. 6 punkt. Count if A1 S5 böyüdür 6. A1 S5 diapazonunda 6-dan böyük dəyərlərin sayını tapın. Gəlin baxaq görək hansılarda olar. Diapazonu düzgün quraq. 1, 2, 3, 4, 5, 6 və əlbəttə ki 7. Niyə görə 7? Çünki baxsan ki, burada böyük bir cəm var. Hələ 5 də var, 1 də var. Elə bunlar heç olmasa da 6 edir, bir də true 7. Deməli, cavab A variantıdır. 7 dənə. 21 nömrəli sualla davam edirik. 20 səhifəlik sənəddir və neçə A4 lazım olar? Baxaq. 2-dən 9-a kimi. 9 çıx 2, 7, üstə gəl 1, 8. 8 səhifə burada. 15-də 1 səhifə. Neçə səhifəlik sənəddir? 20 səhifəlik sənəddir. Bir dənə də bu 20-ni qatırsan ora. Olur 10 səhifə. 10-u böldün 6-ya, 2 eləyir. 2-ni böldün 1-ə, təzən də 2-ni vurdun 3-ə, oldu 6, yəni A variantı. 22 asan sualdır. Fayl adında hansı işarələrə icazə verilmir? Qadağan olunan simvolları hamımız tanıyırıq. 1, 5, 7, 3, elə A variantı. Windows texnologiyalarından biri OLED-dir. Nə deməkdir? OLED texnologiyası bir proqram interfeysi daxilində digərinin mənimsədilməsidir. Təbii ki, demək A variantımız da düzgün cavab variantıdır. B variantı drag and dropdur. C variantı isə plug and play'dir. 24-cü sual. Hansı diaqram zaman daxilində inkişaf meylləri üçündür? Baxın, sütunlu diaqram kateqoriyalar üzrə qiymətlərin müqayisəsi üçündür. Pay diaqramı ki, haradadır burada? Skatter, nöqtələr cütü müqayisə olunur. 3 düzgün cavabdır. 4 verilənlərin yekunda faiz nisbətini göstərmək üçündür. 5 də yenə kateqoriyalar üzrə qiymətlərin müqayisəsidir. Amma fərq odur ki, burada üfüqi zolaqla göstərir, burada şaquli. Amma zaman daxilində inkişaf meyli sualı verilərsə, cavab olacaq 3 nömrəli əmr. Yəni A variantı. Sütunların enini bərabərləşdirmək deyir. Bu sözün tərcüməsini bilməklə cavabı götürmək olar. Bərabərləşdirmək nə deməkdir? Distribute ingilis dilində bərabərləşdirməkdir. Bir də sütunla sətrin nə olmasını bilməlisən. Kolumn sütun deməkdir. Distribute də bərabərləşdirməkdir. Çox asan bir tərcümə ilə cavabı götürmək olar. Deməli, cavab B variantıdır. 26-cı sual. Verilənlər bazası verilmişdir və verilənlər bazasında verilən fraqmentə uyğun olaraq düzgün ardıcılığı, düzgün nəticəni tapmaq lazımdır. Gəlin baxaq görək nədən söhbət gedir.
Baxın. Birinci növbədə biraz bunu balacalaşdıraq. Aha. Və çək. Biraz da balacalaşdıraq. Hə, kəsək. Kəsək bu sualı. Aha. Deməli, birinci növbədə deyir ki, boyu sahəsində boyu 165-dən kiçik bərabər olanlara bax. Baxıram ki, 163-dən kiçik bərabər deyirsə, bərabər özdə deyirsə, ora 3 düşər, 4 düşər, 10 düşər. Başqasını mən görmədim. Biləndə göz gəzdirək, 160-dan kiçik bərabər yox. 3, 4, 10. Yazırıq bura. 3, 4, 10. Sonra orla birləşdirək. Or birləşdirici operatoru ilə. Çəkisi 75-dən yuxarı. Çəki sütununa baxıram. 75-dən yuxarı. 1, 6, 7, 8, 9. Yenə varmı? Yoxdur. 1, 6, 7, 8, 9. Baxım görün başqa varmı gözümüzə görsənir? Yox. Daha yoxdur. Bir də 75-dən yuxarı dediyi üçün. İndi biz onları birləşdiririk. Birləşdirmə operatoru da oldu. Nə olacaq? 1, 3, 4, 6, 7, 7, 8, 9, 10. Bunu da bura qeyd elədik. Əla. İndi bir də AND operatoru ilə kəsişdirməmiz qalıb, amma notu işlətməliyik. Görək, not necə işləyəcək. Not yaşı böyüdü 45-dən. 45-dən böyüyün əksi 45-dən kiçik yox, 45-dən kiçik bərabərdir. Deməli, yaşı 45-dən kiçik və 45-ə bərabərləri götürəcək. Baxıram 45-dən kiçik bərabər nə var? 1, 5, 6, 8, 9. 1, 5, 6, 8, şikamın altı çox pisdir, üzrə hesab edin və 9. Vəssalam. Ortaqları götürürük də bilirsiniz. Kəsişdirəndə ortaqları. 5 ortağı düşmür. 1-dir, 6-dır, 8-dir və 9-dur. 1, 6, 8, 9 bu yazıları ödəyir. D variantı. Bir şey var, demişəm dərsdə böyük ehtimal sizə, burada yenə də təkrarlayıram. Əgər bu mötərizə olmasaydı, birinci əmdi işlədərdik. Deməli, çəki ilə çəkisi 75 ilə işlədərdik yaşı 45-i, sonra nəticəni birləşdirərdik. Çünki qaydaya görə birinci əndlə kəsişdirmə həyata keçirilməlidir, sonra or gəlməlidir. Bunu yadınıza salın. Yenə bir diaqram sualı. Yenə A2, S2 diapazonu. Baxın, A2, S2 deyirsə, bura olmalıdır A2, bura olmalıdır B2, burada olmalıdır S2. Baxıram nə yazıblar. Sualda nə istəyir? S1-ə nə yazılmalıdır? Əla. A2 xanasından işə başlayaq. Sam A1, S1. Hesablaya bilmirəm, çünki bu S1 xanasının nəticəsini bilmirəm. Bunu qoydun qırağa. Keç bir tərəfə. Produkt vurmadır. A1, B1. A1, B1. 8 və 4, 32. O da 8, 40. Deməli, belə çıxır ki, bura 40. Əgər ki, bura 40-dırsa, deməli, A2 də 40-dır. S2 neçədir? 20-dir. Bunu tapdıq. İndi istəyirsən A2 ilə işlə tap. A2 ilə uzun olar, S2 ilə işləyək. 2 plus 3 vurulsun S1, yəni 3 vurulsun X bərabərdir 20-yə. Hardan tapdıq 20-ni? Çünki dedik S2 20-dir. 3x bərabərdir 18, x bərabərdir 6. B variantı. Yenə də diaqramın o hardan başlaması, hansı istiqamətdə getməsi bizə çox kömək elədi. Yoxsa biz tapardıq 20-ni, bilməzdik hara qoyaq. Aydındır? Bu önemli bir detaldır, önemli bir məsələ. Keçdi 28-ci sual. Average ədədi ortadır. Burada average-dən əlavə başqa bir məsələni də bilməlisən. R2, C2 məsələsi ilə R3, C4-ü bilməlisən ki, bunlar hansı xanalara ehtiva edir. Mən sizə öyrətmişdim keçən dərsdə ki, R2, C2 deyəndə 2 dənə xətt çəksən, R-nın yanında gördüyünü ikinci tərəfə qoyursan, C-nin yanında gördüyünü də hərfə çevirirsən.
Hansı hərfdir ikinci hərf əlifbada? B-dir. Oldu B2. Qoşa nöqtə qoyursan. Yenə R3, S4 dediyi üçün 3-ü qoyursan ikinci tərəfə. S4-dəki dördüncü hərf əlifbada hansıdır? A, B, C, D. Bunu biləndən sonra sən bir çox şeyə nə olursan? Hakim olursan. Deməli, B2, D3 deyir. Bura B sütunu deyil. Bu da D sütunu deyil. B2-dən D3-ə qədər toplayıb sayına bölmək lazımdır. Biz də toplayırıq. Baxırıq ki, 17 oradadır, 13 oradadır. 30 eləyir. 30 da bölürsən 1, 2, 3, 4, 5-ə. Niyə 5-ə bölürük? Çünki çox önəmli bir məsələdir. Bu sıfır hesablamada bizim işimizə yaramasa da, dəyərlərdən biri olduğu üçün, say üçün bizə lazımdır da 1, 2, 3, 4, 5. 30-u 5-ə bölməlisən, 6 alırsan. B variantı. 29 əməliyyat sistemi yüklənməsini təmin edən proqramlar hansı yaddaşda yerləşir? Söhbət nədən gedir? BIOS-dan gedir, düzdür? BIOS əməliyyat sistemi yükləməsini təmin edir. Həmin o proqramlar harada yerləşir? ROM-da. B variantı. Lokal kompüter şəbəkəsinin əsas hissələrinə aiddir. Əsas aparat vasitələri hansılardır? Serverlər, işçi stansiyalar, kabellər, buna ötürmə mühiti də deyirik, bir də şəbəkə kartları. Bunlardan əlavə modem, əlavə şəbəkə avadanlığı. Əsas şəbəkə avadanlığı deyil. 31 nömrəli sual faylın adı kimi istifadə etmək olar. Demişdik ki, com yanında rəqəmlə olmaz. 0-dan 9-a kimi olmaz. 32 sistem işinləri çox asan sualdır. İsa, ESA, PCI. Excel-də düstur nə ilə başlamalıdır? Mütləq bərabərlik. Deməli, bu ola bilməz. Bərabərliklə başlamır çünki. Eləcə də 1 ola bilməz. Eləcə də 6 ola bilməz. 3-də problem yoxdur. 4-də də problem yoxdur. 5-də D böl 4 var, belə xana yoxdur. 7-də də problem yoxdur. 3, 4, 7. B variantı düzgün cavab. URL ünvan, URL ünvan da deyə bilərsən. Burada internet xidməti hansıdır? HTTP protokoldur. 3W-də internet xidmətidir. B variantı. Az ən yüksək səviyyəli domendir. Edu alt domen, info alt domen, info edu az, üçü bir yerdə server sayılır. Testlər qovluqdur, informatika HTML-dəki faylın adıdır. İnternet xidməti həmişə harda olur? Protokoldan sonra gəlir. Ən solda isə protokol gəlir. 35. Home lent tabına aid olan əmrləri seç. Sətir nömrələnməsi ya fayldadır, ya da layoutdadır. 2 düz. Səhifə nömrələnməsi insertdədir. Mətnin sürətini çıxarmaq, kopya, düzdür. Sənədin mühafizəsi faylda, review'da ola bilər. Siyahı yaratma, bu da düzdür. Siyahı bilirsiniz nə deməkdir? Və bunlar siyahılardır. Və buna siyahı deyirlər. Markerli siyahı, nömrəli siyahı, bu mənada siyahıdır. 2, 4, 6. Bir də oxşar formatlı mətnlər məsələsi var. Ola bilər çoxunuz onu bilmirsiniz, bilmirsinizsə bilin. Select-in altındakı əmrdir. Select all text with similar format. Sonra. Son 5 sual açıq sualdır. Maraq üçün elədim. Əslində gələn dəfədən daha açıq sual olmayacaq. Çünki sizə açıq sual düşmür. Açıq tipli test tapşırıqları. Mak ünvanlarda A hərfindən F hərfinə hərflər ola bilər və 6 hissədən ibarət olmalıdır. Birincidə bu kriteriyalar tam ödənir, heç bir problem yoxdur. Amma bizdən səhvləri istəyir, düzləri istəmir. 2-də J hərfi var, olmaz. 3-də L hərfi var, olmaz. 4-də problem yoxdur. 5, 7 dənə hissədən ibarətdir, hansı ki 6 hissədən ibarət olmalıdır. Burada da problem yoxdur. 6-da. Deməli, cavab 2, 3, 5. 37. Riyazi funksiya. Maksimum statistikdir. Count da statistikdir. Product düz, power düz, faktorial düz, ABS düz. If məntiqi funksiyadır, average ədədi orta statistik funksiya. 3, 4, 6, 7 düzgün cavab. 38-ci sual. Browser deyil, Chrome browserdir. Sonra Netscape navigator browserdir. Internet Explorer browserdir. Mozilla Firefox browserdir. Qalanları deyil. Azevrotel providerdir ona görə. Altavista axtarış sistemidir ona görə. Outlook elektron post proqramıdır ona görə. Google Plus sosial şəbəkədir ona görə. 39. ISDN modemlərdə yox, dial-up modemlərdə telefon xətti məşğul olur. Bu səhvdir.
IP informasiyanı paketlərə ötürür. Bəli, düzdür. Bu çünki şəbəkə səviyyəsinə aiddir və düzgün ifadədir. Şəbəkə arxitekturası yox, bu protokolun tərifidir. Eyni səviyyədə olan informasiya mübadiləsinin idarə olunması qaydasıdır. Şəbəkə arxitekturası komitələrin bir-birinə birləşmə, şəbəkəyə birləşmə qaydasıdır. Bu ayrı şey. UDP protokolu nəzarət etmir. Hansı nəzarət edir? TCP. UDP nəzarət etmədiyi üçün bu gün ona güvənmirik və istifadə eləmirik. 5 düzdür, tərifdir keçmişik. 6 da düzdür, IP ünvanı 32 bit ya da 4 byte yer tutur. 2, 5, 6. Və nəhayət sonuncu sual. Word-də bütün sənədin seçilməsi. Kontrolla solda bir dəfə düzdür. Kontrol cümlənin içində cümləni seçmək üçündür. 2 səhv. F8 5 dəfə. 4 düz. 5 də düz. Shift A yox, Ctrl A. Bir də əgər sənədin əvvəlindəsənsə Ctrl Shift N, sənədin sonundasınsa Ctrl Shift Home. Bax, burada mən qeyd eləmişəm bütün sənədin seçilmə qaydasını. Əgər kimsə bilmirsə, öz üçün screenshot eləyə bilər. Bütün sənədi bax bu üsullarla screen seçmək mümkün. Mən videonu dayandıracağım. Əgər sizlərdən kiminsə sualı olarsa, buyurub sualını verə bilərsiniz.